Azərbaycan sərbəst güləşində son dünya çempionumuz Hacı Əliyev. Onu artıq Amerika gözləyir. Hacı, necə oldu ki, Amerika kompaniyası RAF sənə çıxdı və neçə görüş məsləhət oldu ki, güləşəsən? İlk növbədə salamlayıram mən bütün azarkeşləri və bilirəm ki, çox sevinirlər ki, mən yenidən xalça üzərinə çıxacağam. Çox adam deyir ki, güləşi buraxmışdın, təzədən güləşə qayıdırsan, istəyəm onunla bağlı qısa açıqlama verəm. Mən güləşə qayıtmıram, profesional güləşə qayıtmıram. Çünki mən Avropa Dünya Çempionatlarında, Olimpiya oyunlarında iştirak eləməyəcəm. Bu sadəcə olaraq dünya reytingində deyərdim ki, ən məşhur və ən nüfuzlu güləş yarışlarından biridir. Orada tək Olimpiya Dünya Çempionları yox, orada UFC-də çıxış edən bilirsiniz, ən məşhur döyüşçülər vardı ki, orada güləşirlər. Dünyanın ən güclü güləşçiləri RAF-da iştirak edirlər və mən çox sevinirəm ki, Azərbaycan adına sevinirəm ki, bizim də ölkəmizdən fərqi yoxdur, Hacı gedir və ya da başqa bir idmançı gedir. Bizdən də artıq ora belə dəvət vardı və mən bu dəvətlə, bu addımla mən elə gəlir ki, bizim güləşçilərimizə həm güc, həm həvəs verirəm, həm şans yaradıram ki, birinci qoy mən öndən gedim, ondan sonra da bizim inşallah gənclərimiz gəlsinlər, addımlasınlar bu yolda. Rəqibin haqqında bir-iki kəlmə, Rivera, Sebastian Rivera. Rəqib doğrudan da çox güclü rəqibdir, mən onunla qarşılaşmamışam. Amma sonuncu Olimpiya oyunlarında bürünc medal qazanıbdır, gənc idmançıdır və mən bir şey gedirəm ki, mən bura dəvət alanda mən düşünürdüm ki, mənim kimi güləşə 60 keçmiş dünya çempionu da ola bilər, dünya mükafatçısı ola bilər, Olimpiya mükafatçısı ola bilər. Amma gördüyünüz kimi hal-hazırda çıxış edən güclü bir güləşçini mənə deyək ki, rəqib verdilər. Amma mənim üçün fərqi yoxdur. Burada 5 görüşdür. Sözsüz ki, hər ay bir görüş olacaq. Amma mən düşünürəm ki, sözsüz ki, bu görüşdə qalib gəlmək lazımdır ki, daha da maraq yaratsın. Onu da əlavə edək ki, bu peşəkar yarışdır. Yəni burada maliyyə var, amma biz həmişə Azərbaycan idmanında olduğu kimi heç vaxt soruşmamışıq ki, Hacı, nə qədər qazanacaqsan? Əsas nədir? Hacı üçün bu Azərbaycanı təmsil etməkdir. Bu birinci yarışdır. Azərbaycanın ilk döyüşçüsüdür, güləşçisidir ki, belə bir yarışa gedir. İnşallah ona uğurlar diləyək. Görək hələ Hacının forması, indi bu məşqə baxacaq, görək Hacı necə formadadır. İnanın ki, saysız hesabsız Amerikadan Azərbaycan vətəndaşları, dostlar, idmançılar hamı deyir ki, orada olacaq, yanında olacaq. Onlar da sevinirlər ki, elə bir böyük bir yarışda Azərbaycan bayrağı dalğalanacaq arenalarda. İnşallah mən də əlimdən gələni edirəm. Görürsünüz ki, bax, idman formasındayam və hazırlaşıram. İnşallah ki, yaxşı olacaq. Təşəkkür edirəm, Qar. Uğurlar.